Hamınıza salam değerli YouTube izleyicilerim. Bugün cücələrimizi dərmanlı yem veririk. Təbii dərmanlı yem. İndi keçirik onların yemlənməsinə. Əvvəlcə keçirik yem. Dünən yemi göstərək. Dünən biz cücələri dərmanladıq. Gördüyünüz kimi belə bir bizə bint lazımdır əvvəlcə ki. Pambıq, bint. Amma kağız olmalı, qəti deyil. O istifadə yararsızdır. Dünən etdik, olmadı. Dərmanladıq dünən. Cücələr bit dərmanını dərmanladıq. İndi keçirik bir dənə əvvəlcə yem verməmişdən qabaq. Yine baxırıq ki, görək xəstə, yerə yıxılmış, hər hansı bir xəstəliyə yoluxmuş cücə varmı? Baxırıq ki, yoxdur. Keçirik indi yemimizi hazırlamağa. Yemimiz baxın buradadır. Belə bir qabın içində. Amma biz sarımsaq qatırıq həmin məhz bu yemə. Bunu qarışdırırıq. Qarışdırırıq, cücələrimizə veririk. Bəzi yorumlarda gəlir ki, sarımsaq ziyandır. Xeyr, heç bir ziyanı yoxdur sarımsağın. Sadəcə yay aylarında çox verilməlidir. 3 gün aralısız verilməlidir. 3 gün aralıqlı. 3 gün, yəni bugün, sabah, bir də o birisi gün. Dayanmadan 3 gün verilməlidir. İndi bunu qarışdırıb cücələrə verəcəyik. Oradakı xəstələr yeyir, baxın. Onda bitvası bu ki, birinci toyuğu yerdə yatan, o da sağalıb. Keçirik yemlərini tökməyə. Bir dəqiqə tripodu düzəldim. Keçək. Tökürük yemlərimizi. Yemlərimizi tökdük. Çəkilirik kənara. Çəkilişimiz baxın belə. Cücələrimiz yemlərini yeyirlər. Sarımsaq da qatdıq. Bir tərəf sarımsaqdır, bir tərəf yem. Amma yem olan tərəfdə əksəriyyət sarımsaqdır. İndi isə sularına keçirik. Sularını gətirib tökək. Suya heç bir vitamin qatılmır. Çünki keçən dəfə vitamin qatılmışdı, daha qatılmır. Baxın bu cücələrimiz. Bit var onun bədənində hələ ki. Bugün yenə dərman alıb verəcəyik. Vuracağıq da ona. Baxın bunun içində verilmişdi dərman cücələrə. Qutarıb artıq. Vermişik. Keçək su verək cücələrə. Baxın. Sularını da verdik, əlavə yanına da qoyduq. Bundan indi tük tökümü vaxtı olduğu üçün əvvəlki videolarda dediyim kimi baxın. Yerlər artıq tük olub. O toyuğumuz orada yemək yeyir. O artıq sağalır biraz. %50%. İndi qalan 50% də 2 günə yəqin ki sağalar. Böyük də o deyil ki, ətlik üçün. Balacadır ona görə. Bir də avstralopların tez yumurtalanmaq üçün nə etməlisiniz? Onlara deyəcəm sizə. Əvvəlcə onların yumurtalanmaq üçün immuniteti olmalıdır ki, yumurtalasın. Onlara verməlisiniz qış aylarında sarımsaq,
Sularına azca olaraq sirkə qata bilərsiniz. Və yaxud da yumurta qabığı verə bilərsiniz. Yumurtanın qabığı bədənlərində ondan yumurta qabığı inkişaf etsin. Yumurta qabığı yesə, yumurta qabığı daha möhkəm olacaq da yumurtalayanda olan yumurta qabığı. Ona görə. Bir də ki, sularına vitamin qatmalısınız. Hansı ki, yumurtalamaq üçün, ətinin tez kökəlməyi üçün ayrı-ayrı olan vitaminlər var. Amma siz kökəlmək üçün ona yem verəcəksiniz, o gec yumurtalayacaq. Çünki kökələndə piyli olur da, piylənir, yumurtalamır. Gec yumurtalayır. Məsələn, arpa vermək heç düzgün deyil, qəti verilməməlidir. Kökətmək üçün də arada verilməlidir, amma çox yağlı olur. Sonra həm bir neçə xəstəliklər tutula bilər. Toyuqlar, ördəklər fərqi yoxdur versəz. Ördək qazətə olsunuz da yağlı olur, amma siz verirsəz ona daha da yağlı olar. Toyuq əti isə az kalorilidir. Ona görə verməsəz daha yaxşı olar. Ondansa ördək yeyirsə, ördək ətinə üstünlük verirsə yaxşı olar. Çünki toyuq yumurtalamaq üçündür. Ördək qaz isə ətli üçündür. Bunların indi sularına dünən yox, o bir gün qatmışdı. Vitaminli su bugün qatmamışıq. Çünki doza da uyğun olmaqda ayda 2-3 dəfə verilməlidir bir ayda. Hələ o da çoxdur, amma daha belə veririk də. İndi bugün qatmayacağıq, bir aylar olsun, gələn ay verəcəyik. Yəni sentyabr ayının 16-sı. 17-si verəcəyik belə. Bəziləri bir 10-15 dənə qalıb, bit dərmanı vurmamışıq. Dərman bunlara indi yetəcək qədər aldıq, amma yetmədi. Çox vurduq, çatmadı. İndi bugün yenə alınacaq. Bugün axşam yenə vurulacaq. 2 ədəd yəqin ki alınar, 2 paçka. Bir paçkada çox olur, bəs eləyər. Amma 2 paçka aldıq, bəs eləmədi də. Bir paçka aldıq, bəs eləmədi. 2 paçka alaraq bugün. İndi bilmirik axı hansına vurmuşuq, hansına onlara da vurarıq yəqin ki. İndi bu qarğıdalının içinə sarımsaq qatmışıq. Sarımsağı yeyəndə, baxın, pipiklərində qızarma hissi gördünüz. İndi videonu paylaşanda videonu bir geriyə çəkəcəm. Bir də əvvələ, bir də sona çəkəcəm. Çünki baxacağıq ki, xoruzlar və toyuqlar hansının pipi qızarıb, yəni hansı daha enerjili oldu sarımsağı yeyəndən sonra onu sizə deyəcəm. Videonu siz də əvvələ çəkin, bir də sona çəkin. Fərq hansıdır? Vitaminli yem yeyəndə fərq nə olur? Ona baxaq. Bunların bu dəqiqə heç birində bit yoxdur. Amma əvvəllər var idi. Dərmanı vurandan sonra yoxa çıxdı. Bugün bayaq yoxlanış oldu, yoxladıq. Dünən axşam vurmuşuq da dərmanı. Dərman da toz dərmandır, amma bəziləri deyir ki, toz dərman vuranda videoda göstərəndə ağzına gedilməsin. Bunlar onun çox xüsusi hazırlanır. Yəni ağzına heç bir şeyə reaksiya vermir, heç bir şey etmir. Amma daha çox yesə, təmas etsə, yəni toz dəyməyinə heç nə olmurdu. Amma yesə, eləsə, çox güman olar, %70% olar. %70, %80% ondan zəhər təşkil edir. Yəni, daha doğrusu, doğal bitki təşkil edir. Qalanını isə zəhər təşkil edir. Yəni, o bitki doğalı çox ziyan vermir də. Yəni, 20%, 10% toz yesə heç bir şey etməz. Qışda isə yeni ördək alınacaq və həmin o setkadan o tərəfə atılacaq. Çünki burada həm ağaclar çoxdur, həm də orada bəzi bitkilər var, ona görə yaşıllıq görsənir. Orada 4-5 dənə ağac var, amma burada çoxdur. O ağaclardakı altı yoxdur da, hamısı üstdədir. Bir dənəsinin altı var. Ona heç bir şey çox güman etməz. Çünki ördəklə, yəni boyu o qədər uzun deyil axı.
göyə tullana da bilmir. Çünki göyə tullananda onlar böyük zərbənə yerə düşür. Və bu xoruzumuz artıq enerjiyə gəldi. Videonu əvvəlində çəkməmişdən də görə bilərik. Çünki tullanır, o böyük zərbənlə yerə enir, ayaqları əzilə bilər. Həm də ördəklərin ayağı çox balacadır, həm də yumuşaqdır. Cücələrdə isə həssas deyildir, bərkdir. Ördəklərin bədəni isə həssas olur. Sadəcə dözümlülük faizi %70%-dir. Çünki balı olan vaxtda qışda saxlaya bilərsən. Amma cücəni işıq altında olmadan, istilik olmasa, işıq istiliyi ölə bilər. Yəni pet istiliyi falan buna yetmir. İşıq istiliyi olmalıdır. Ona görə. Amma ördəyə də nəm rütubət lazımdır. Rütubətli yer lazımdır. Nəmli oranı olmalıdır. %50%, %60%. Bunda hər şey faizindən dedik. Amma su olmalıdır. 10 gündən sonra onlar çinməlidir. Təbii ki, inkişaf edibsə ördək. Ördəyin əgər lələkləri çıxmayıbsa. Ayaq pərdələrinin ayaq pərdəsi möhkəmlənməyibsə, bata bilər suda. Əgər ayaq pərdəsində yara falan varsa, qəti üzməməlidir. Amma 10 gündə lələklər çıxıbsa, təbii ki, üzməlidir. Yoxdursa, lələk quyruq hissəsidir. Quyruq hissəsində xırda ağ lələklər olur. Təzə doğulandan 10 gün, 15 gün sonra ördəklərdə. Lələk çıxmayınca buraxmayın. Çıxanda lələk buraxa bilərsiniz suya. Amma bayıra da buraxmaq olmaz, təbii ki. Ördək dözümlüdür, buraxaq bayıra xeyr. Bu düzgün bir fikir deyil. Çünki ördəkdə yəni bir ölüm faizi var da, ölüm qaydaları var ki, nə olsa ölər, nə olsa ölməz. Təbii ki, rütubətli yer olsa ölər. Rütubətli yer olsa ölməz. Daha çox orada yaşayar da. Çünki nəm yer daxı ördəklərin su xoşuna gəlir də. Ördəklərin sudan xoşu gəlir, yəni çinmək, üzmək bundan xoşu gəlir. Ona görə daha çox nəmli, rütubətli sulu yer olmalıdır. Bir də ki, ördək saxlanılan yeri yaxın bir göl olmalıdır ya da yekə bir quyu olmalıdır ki, ördək çimsin. Parazitlərini həmin suya töksün. Amma suyu dəyişə bilən su olsun da, quyu olsun. Çünki suyun dəyişənməsəz orada çikli qalacaq. Həmin su içəcək, bədəninə oxucaq. Sonra həmin ördəkdən qəribə bir qoxu iyi gələcək ördəkdən, həm də həmin həyətdən gələcək. Həm də ördək öləcək, tez ölər. Bu yəni 4 dəfə, 5 dəfə, 6-cı dəfə ördək öləcək. Nəinki 6-cı, 3 dəfə, 4 dəfəsində ölə bilər. Ona görə çikli su tövsiyə edilmir. Su hər gün dəyişilməlidir. Uzağı 2 gün. Bunlar indi çinmir də, amma yekə qoymuşuq da, çünki istidir. Balacaqda biraz ağzı, amma enlidir. Çünki altı enlidir. Çünki enli daha uzun yaşıl qabı görmüşdünüz də. Buxarlanma daha sürətli olur enli qabda da. Fiziksel olaraq. Ona görə biz də dəyişdik. Qısa qab qoyduq ki, buxarlanma olmasın. Yoxsa hər dəqiqə başı su dəyişilir də, biraz yorucu olur. Amma yeni su qabı, yem qabı alınacaq. Yem qabı olaraq yaxşıdır. Çünki belə satışda yem qabı varsa yazın yorumda. Əgər varsa hansı dükanda alaq. Amma belə mən görməmişəm. Çünki belə uzun düzəldilib də. Belə yaxşıdır ki, gələk balaca qabda az olur da cücə. Balaca cücələr üçün alınır. Ya 10 dənə, 15 dənəcə. Amma bunlar biraz çox olduğu üçün olmaz da belə qab. O qab yetməz. 10 dənə belə olsa, həm də bir-birlərini döyürlər o qab. Balaca olur, 2 nəfər, 3 nəfər xoruz yerləşir. Toyuqlar qalır qıraqda. Ona görə yararlı deyil elə yem qabı. Göydən asa bilərsiniz. Belə də içinə girirlər yem qabının. Biz də göydən asa bilərik, sadəcə göydən asanda tərpənir, çənə nahiyəsinə dəyəndə də incidə bilərdi, ona görə vermirik. Artıq videomuzdan bəs edəcək qədər danışdıq.
Bəs edəcək qədər danışdıq. Artıq bir videonun da sonuna gəldik. Kanala abunə olaq, 100 abunə olaq. Son aralar abunələriniz düşdü. 100 abunə olaq. Yeni çox maraqlı videolarımız gəlsin. Sağ olun, salamat.